Salam hörmətli tamaşaçılar, xoş gördük hər birinizi. Dahi Nizami Gəncəvi deyir, sözün də su kimi lətafəti var, az söz söyləmək daha xoş olar. Yaradanın insana bəxş etdiyi ən böyük nemətlərdən biri sözdür. Elə insanı digər canlılardan fərqləndirən də sözdür. Yəqin ki, bildiniz, bu dəfəki mövzumuz söz, sözün qüdrəti haqqındadır. Dəyərli ekspertlərimiz bu mövzunun çözülməsi üçün müxtəlif fikirlər səsləndirirlər. Və bu fikirləri almadan öncəsə biz şəhər arasına bu sualla müraciət edirik. Söz sizin üçün nədir? Sizin üçün söz nədir? Söz fikri ifadə etmək üçün vasitədir. Onun ifadə formatları çoxdur. Amma tək hallarda sözdən istifadə edirlər. Ürəyi açmaq üçün, istədiklərini demək üçün, yoldaşını sevindirmək üçün. Yoxsa belə elə boş yerə danışqla, xoşa gəlməyən sözlər işlətqlə bu yaxşı sözdür. Deyir, fikir aləminə söz kimi yetkin bəhər olmaz. Dəryaları axtar, sözə bənzər gövhər olmaz. Mir Mehdi, sözün qədrini bil, söz ələ düşməz. O sözdə həqiqət olmasa, onda kəsər olmaz. Bu Mir Mehdi Seyidzadanın şeiridir. Tabii ki, o söz var, dağa qaldırar, söz var, dəriyə yuvarlayar. Qüdrəti də ondan ibarətdir. Baxır kim deyir. İlan zəhəri kimi bir şeydir də. Yaxşı adamın əlində olursa, yaxşı adamın fikrindən çıxırsa, fayda verir, şəfa verir. Yox, pis adamın əlində olursa öldürür. Söz sizin üçün nədir? Valla söz var da. Söz var inandırıcı söz, söz də var doğru söz. İndi baxır nə söz? Mənə deyərlər söz var ki, söz var. Mənim məsələn qardaşım oturub mənimlə söhbət eləyirsə, mən öz sözümdən qardaşıma inanıram da. Baxır söhbətinə. Amma insan da var ki, söz var ki, məsələn çoxsuna pısal mənim inamım yoxdur. Hələ sözlər var sözdür də. Deyir də, elə belə bağışla məni, buraxır da sözün buraxır, elə belə gedir. Amma inandırıcı söz başqa şeydir axı. Söz də var, yalan sözlər var da, uydurucu sözlər. Heç vaxt insana o sözlərdə inanması olmur axı. Başa düşürsünüz? Söz var, evi yıxır, söz də var, evi dirildir. Söz də var, ailəni ayırır. Söz var, dostu dostdan ayırır. Başa düşürsünüz? Söz də var ki, insanı dirildir. Məsələn, oturub yorğan döşəkdə can verir o adam. Ona gəlib yaxşı bir söz deyirsən, elə sözlər deyirsən ona, ölünü, o xəstədir də o, yazıq ölür də o pasteldə. O dirilir, o sözlə dirilir o. Ona ruh verirsən, qida verirsən ona. Söz insanlarla ünsiyyət qurmaq vasitəsidir. Söz olmasa heç bir insan bir-birindən ünsiyyət qura bilməz. İnsanların da digər canlılardan fərqi bir-birlərindən ünsiyyət qurmaqdır, sözlərdə ifadə eləməkdir. Söz sizin üçün nədir? Baxır o insanın mənəviyyatına. Söz mənim üçün kişiliyin bir nümunəsidir. Yaxşı kişiliyin, qeyrətli kişinin bir nümunəsidir söz. Sözü dediyin gərək yerinə yetirirsən. Xəlqə ağzın sirrini hərdəm qılır ishar söz. Bu nəsirdir kim olur hər ləhsə yoxdan var söz. İnsanı başqa canlılardan fərqləndirən ən mühüm əlamətlərdən biri və bəlkə də ən başlıcası onun nitq qabiliyyətinə malik olmasıdır. Buna görə də bəzi filosoflar insanı danışan heyvan adlandırmaqdan belə çəkinməyiblər. Nitq qabiliyyəti, danışmaq, fikrini ifadə etmək, dərdlərini və sevincini, fikrini başqaları ilə bölüşmək insana verilən ən böyük və əvəzsiz nemətlərdəndir. Biz bu vasitə ilə başqa insanlarla əlaqə saxlayır, fikirlərimizi, problemlərimizi onlarla bölüşürük. Nitq kimi bir nemət olmasaydı, nə radio, nə televiziya, nə də başqa şifahi və yazılı ədəbiyyatımız olmazdı. Amma insanda olan hər nemət kimi nitq neməti də şükür sayır. Hər nemətin şükrü öz növündən olduğundan nitqin şükrü də sözə lazımi dəyər vermək, sözü yerində lazımi qədər işlətməkdir. Elə dahi şairimiz Nizami Gəncəvi də bundan söz əsmişdi. Sözün də su kimi lətafəti var, hər sözü az demək daha xoş olar. Bu deyilənlərdən bunu anlayırıq ki, nitqin, danışmağın, bir sözlə sözün də ədəb ərkanı var. Gəlin biraz onlara nəzər salaq. Dilin ədəb ərkanından birincisi susmaq, çox danışmamaqdır. Çox danışmaq insanın başının bəlasıdır. Aqillər deyiblər ki, nə qədər ki söz sənin ağzından çıxmayıb, sən onun ağasısan. Elə ki ağzından çıxdı, o sənin ağan, sən onun köləsisən. Bu baxımdan hamı həyatda çox danışmamağı, yerində və ölçülü danışmağı özündə vərdiş halına çevirməlidir.
Yoldaşlarını güldürmək məqsədi ilə çox danışanların təhlükəli sözlər deməsi ehtimalı daha çoxdur. Ən yaxşısı boş danışmaqdan uzaq durmaqdır. Hər sözün xüsusi bir ölçüsü var, ölçüsü söylənən söz qulaq yırtar. Bir söz ki, qaşlara düyün vuracaq, gözəl söz olsa da söyləmə buraq. Bilirsiniz, əməl sözə söykənir. Çünki niyə deyirlər, məsələn, cəmiyyətdə bu adam sözü olan adamdır. Deməli, sözü və əməli üst-üstə düşəndə o söz sahibi və əməl sahibi olur. Yəqin ki, bunların hər ikisi də var. Mən sözə yanaşmam ilahi qanunlardan başlayır. Yəqin bilənlər bilir, bilməyənlər də qoy bilsinlər ki, dünya, kainat Allahın ilk dəfə ol sözündən yaranıb. Yəni, biz hamımız sözün evladlarıyıq. İlahi yaranışımız Allah Taala'nın buyurduğu ol sözündən yaranıb. Başa düşürsünüz mü? Və çox qəribədir ki, bu söz sonra formalaşıb, dillərə keçib, dialektlərə keçib. Bu təbii şeydir, çünki coğrafi bölgəyə görə insanlar bir-birindən əvvəllər təcrid olublar və istəyilməz ünsiyyət vasitəsi kimi hər kəs öz sözün, öz dilin yaradıb. Deyir Füzuli, xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Bu nəsirdir kim bulur, hər ləhsə yoxdan var söz. Qəzəl belə başlayır. Qəzəlin bir misrasında, bir beytində deyir ki, bir nigar-i əmbərin xəttir könüllər bulmağa, göstərir hərdən niqab-i qeybidən ruxsar söz. Yəni, mənə qədər bütün dahilər, alimlər, füzulişünaslar bunu açıblar, biz olanı eşitmişik. Bir gözəl ki, kəzavədə oturub, niqab üzündə, hərdən görərsən ki, o niqabı qaldırıb, öz üzündə surətini əks etdirər və ona heyranlıqla baxarlar. Söz elə bir məna kəsb edir ki, ağızdan çıxan bir söz, dəhəndən çıxan Füzulinin dili o gözələ bənzəyir ki, o söz çıxdı, ona məftunluq olur, ona heyranlıq olur. Bu Füzulinin sözə verdiyi qiymətdir. Ümumiyyətlə, biz mentalitet olaraq, xalq olaraq sözə çox böyük dəyər verən xalqlardanıq. Məsəl üçün, heç bir xalqda yoxdur belə bir deyim, kişi sözü. Bizdə kişi sözü deyilən bir deyim var. Və bu da o deməkdir ki, Azərbaycan xalqı həmişə sözə və sözün dəyərinə həmişə yüksək qiymət verir. Gecələr pənah yerim, səhərlərim boyasız, gündüzlərim qoxusuz. Gecələrim narahat, gecələrim yuxusuz. Baş-başayıq süpətək mənimlə fikirlərim. Gecələrə açılır gizli-gizli sirlərim. İndi mən qısılmışam gecələrin qoynuna, boylanıram içimdə gah əvvələ, gah sona. Gecələr sığınaq yerim, gecələr pənah yerim, gecələr bir-biri ilə döyüşən fikirlərim. İndi siz fikir verin. Bəzi ağzı göyçəklər, bəzi kafirlər, hələ o ateizm təfəkkürü ilə düşünən insanlar deyirlər ki, Allah belə gəldi, Allah belə getdi. Deyirəm, mən sizə Allahla bağlı iki fakt deyəcəyim. Yəni, biz o sözün daşıyıcıyıq. Allahın insanlara ilk bəxş elədiyi ol sözünün ən böyük varisləri yerdə Azərbaycan xalqıdır. Çünki bizim dilimizdə 7 səs, 7 avaz, 7 ritim, əruz, poeziya, folklor, etnoqrafik deməklə, saymaqla qutarmayan poeziya növləri var. Gez başqa xalqlarda axtar gör, varmı? Səndə elə orta folklor, aşıq, ozan şeirinin 70 neçə bəhri var. 200-dən çox əruzun bəhirləri var. Təsəvvür edirsənmi? Kimdə var bunlar hamısı ki? İndi bizə bu ilahi payı, üzr istəyəm, əstağfurullah, bunu bizə verən uca Allahın günahı diyor ki, biz bunu itirmişik, örgənmirik, təbliğ eləmirik, tədris eləmirik. Bu bizim öz günahımızdır, günah bizim özümüzdədir. Biz etiraf eləməliyik. Şəxsən mənim üçün söz çox ağır bir məna kəsb edir. Çünki sözün yükü də ağırdır.
Əgər bu günləri insan sözündən və yaxud da bir müəllif sözündən, yəni bunların arasında da böyük fərq var. Yəni sıradan bir adamın sözü və bir müəllifin sözü, ədəbiyyatçının sözü. Bunlar arasında fərq var. Mən həm bir insan olaraq, fərd olaraq verdiyim sözün dəyərini dərk edən adamam və mən o verdiyim sözə əməl etməyi xoşlayıram və o verdiyim sözə əməl etməyə doğru əlimdən nə gəlirsə etməyə hazır olan adamam. Bəzən yanlışlıqlar olur. Yəni düşünmədən insan bir söz verir və sonradan fikirləşirsən ki, bu sözü yerinə yetirmək biraz çətindir, məsəl üçün, və yaxud da düzgündür. Amma hər halda o söz nə qədər sənin içindədir, sən onun sahibisən. O sözü ki, ağzından ifadə elədin, artıq sən onun qulusan və o sözü yerinə yetirməlisən. Sözün biraz dəyərdən düşdüyü dönəmi yaşayırıq. Sözü çox ucuzlaşdırıblar. Məsələn, mən bilirəm ki, bizim qədim türk törələrində deyərdilər ki, kişi sözü ilə tanınar. Kişiyə sözü ilə sayğı duyulardı. Çünki deyirdilər ki, o sözü bütöv adamdır, sözü qüdrətli adamdır, sözü kəsərli adamdır. Bu nə deməkdir? O deməkdir ki, söz verdin və hər hansı bir söz ki, ağzından çıxdı, onun arxasında dura bilirsənsə, o adama hər zaman sayğı olubdur. Çünki sözünün qüdrətinə görə sayğı olubdur. Nə yazıq ki, sözü çox ucuzlaşdırıblar. İndi sözə dəyər verən, sözün arxasında duran, ağzından çıxan sözə sayğı duran adamlarımız çox azalıbdır. Olmadım bir ləhsə yarəm, bu vətən mülkündə şah. Ömrüm eksildi günü gündən qəmin oldu ziya. Bir vefa gördüm kimə dünyada etdim etimad. Bilmem bu nazənin kimin istəyli yarıdır? Ya hansı bəxtiyarlərin bəxtiyarıdır? Açdıqca gül cəmalini ellər fərəhlənir. Güya gözəllik aləminin nobaharıdır. Bəzən bir söz böyük bir problemlərin həllinə, bəzənsə əksinə, böyük bir problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də gərəkdir ki, söylədiyimiz sözün nəticəsini əvvəlcədən görə bilək. Heç təsadüfi deyir ki, dünya klassiklərindən siz savadlıdır bilirsiniz falan, bütün dünyanın nəhəng şəxsiyyətlərindən, nə bilim, başlayaq Eschildən, Sofokldən, Platondan, Üzübəri, bütün nəhəng dünya filosofların, dünya alimlərinin, dünya mütəfəkkirlərinin, dünya şairləri elə bir kəs yoxdur ki, yaxşıdan pişdən sözə nəsə bir şeir ya bir fəlsəfi deyim, ithaf eləməsin. Əslində söz bizim zərb məsələlərimizdə zaman-zaman bizim əxlaq kodeksimiz olub, idarəçilik sistemimiz olub. Bizi zərb məsələlər idarə eləyib. Məsələ, kebabı köz bişirir, insanı söz bişirir. Və yaxud hər kəs öz sözün arxasında gizlənir. Nə qədər söz səndədir, onun ağasıdır. Söz ki, ağzından çıxdı, olursan onun nökəri. Və s. və s. və s. Yəni, sözvə fikir ver, danışıqla fikir ver, belə. Yəni, bu şeylər hamısı sonradan bizim zərb məsələlərimizdə gəlib olub bizim idarəçilik sistemimiz, əxlaq sistemimiz. Mənim yadımdadır, bizim tələbəlik illərimizdə biz vətən haqqında şeir deyəndə hələ o vaxtda bizim vətənimiz konkret olaraq əlbəttə Türk dünyasını bilmirdi, amma Azərbaycan idi. Çox duyğulu bir vətən haqqında şeir oxuyanda o söz bizi yerimizdən oynadardı. O söz bizi məsələn uğrunda ölməyə hazır olduğumuz sözlər vardı. Söz deyir, atalar deyir ki, ulu sözünə baxmayan uluya qalar. Sözünə baxmayan. Ara sözlərin birində var ki, deyir ki, mən kişi kimi söz verdim. Söz verdim. Səs vermədim ki, söz verdim. Bu sözün haqqında böyük istər dünyanın alimləri, istər Azərbaycan, istər də ki, türkiyologlar sözün axtarışında, sözün kəşfində, onlar bəlkə də böyük bir elmi izahlar veriblər, elmi kitablar yazıblar.
Çünki söz adi bir əşya deyil, söz adi bir kəlam deyil. Sözün qədri var. Ona görə deyirlər ki, sözün sehri və yaxud da deyirlər ki, sözün sirri, sirlər aləmində. Bəs görəsən biz insanlar nə üçün bizdə olan başqa canlılarda olmayan bu nemətdən bu qədər az istifadə etməliyik? O zaman bu nemət bizə niyə verilib? Bu sualın cavabını biz mənəvi qaynaqlarımızdan alırıq. Peyğəmbərimiz bu mövzu ilə əlaqədar belə buyurub: Allahın zikrindən başqa şeyləri çox danışmayın. Şübhəsiz ki, çox danışmaq qəlbi qaraldır. Allahdan da ən uzaq olan insanlar qəlbləri qara olanlardır. Çox danışmaq insanın başının bəlasıdır. Onun çox zərəri vardı, amma bu çoxluq içərisində ön sırada dayananlar da vardı ki, biz də diqqəti hələlik bunlara yönəltmək istəyirik. Beləliklə indi sizə çox danışmağın zərərlərindən danışacağam. Susmaq açıq bir hikmət və gözəl bir xasiyyətdir. Dilin susması qəlbin susmasına, qəlbin susması isə Rəbbin bağışlamasına səbəb olur. Bir sözə insanın salamatlığı dilini qorumasındadır. Şübhəli sözlərdən çəkinən, gülərüzlü olan, insanlara mərhəmət edən, lazımi bilikləri öyrənən və doğru danışan adam heç bir zaman namərd olmaz. Dil yırtıcı bir heyvan kimidir. Sərbəst buraxılarsa sahibini parçalar. Məlum məsələdir ki, dilini bərk tutan adam xətaya düşməkdən, yalandan, dedikodudan, sözü aparıb gətirməkdən, özünü öyməkdən, boş danışmaqdan və daha bir çox dil bəlalarından qurtular. Belə bir fikir var ki, çox danışanın dili sürüşkən olar, qəlbi qaralar. Qəlbi qaralan da səhv üstünə səhv artırar və heç fərqinə varmadan da qəlblər qırar. Dilinə sahib olan bunlardan uzaq olar. Söz deyərkən sözü uzatmamalı, dolaşdırmamalı, bir şey istəniləcəksə əvvəlcədən yaltaqcasına və ya bu cür başa düşüləcək sözlər deməməlidir. Məramını, məqsədini sözü uzatmadan deyərək ifadə etməlidir. Səbr et, məqam yetsin, dəqiqdir, düzdür, tələsik danışma, düşünüb söz de. Çox yağan yağış da gətirir ziyan, çalış ki, hər yerdə təmizdir, azdır. Danışmaq, bol-bol söz danışmaq adət halına gəlib ki, söz dəyərdən düşür, söz qiymətdən düşür. Çünki sözü ucuz, bayaq dediyim kimi söz ucuzlaşıb artıq. Əvvəllər yenə bunun başında əməl durur. Çünki məsələn vətən də sözdür, millət də sözdür, Qarabağ da sözdür, Xocalı da sözdür. Necə Türk dünyası da sözdür, Türk milləti də sözdür. Amma bu söz, bu elə anlayışlar var ki, onları sözlə ucuzlaşdırmaq olmaz. Maalesef ki, çox ucuzlaşır. Bugün bir mövzu qoyulursa ortalığa və o mövzu ətrafında ədəbiyyatçı söz toplumundan ibarət bir bədii əsər yazır. Bax, həmin o sözün toplumu son məqamda, bütövlükdə nəyi ifadə eləyəcəksə, bax, mənim üçün söz odur, sözün mahiyyəti odur. Bütün toplum, məsəl üçün bir romanda 100 minlərlə sözdən istifadə olunur və bir roman ərsəyə gəlir, düzdürmü? Bax, o bir romanın dediyi bir mahiyyət var. Son məqamda bir roman bir mahiyyəti, bir mənanı, bir ideyanı qoyur ortalığa. Mənim üçün sözün mahiyyəti o bir ideyadır. Esqil Adisey əsərini yazmamışdı. Və bizim ondan da 3000 il əvvəl bizim Aqat əsərimiz vardı, Bulqamis əsərimiz vardı. Bizim bugün əlimizdə olan yazılı mədəniyyətimizin, yəni söz məbədimizin, söz heykəlimizin 7000 illik rəsmi təsdiq olunmuş tarixi var. Bu əsər adı Bulqamis əsəridir. Demək, Adisey əsəri bundan 3000 il sonra biraz əlavə yaranıb. Mahiyyət, dramaturji yük baxımından, konflikt baxımından, olsa hadisələrin cəryanı baxımından eyni mövzudur. Axirət dünyası, dirilik suyu hansı əzablarla tapılır və hansı şəraitdə təsadüfən əldən verilir, itirilir və sonradan o qədər əzab, əziyyət nəticədə sağ-salamat gəlib evinə çıxır və s. özü. Niyə o dirilik, o əbədi həyat gələ bilmir? O əbədi həyat gələ bilməz. O əbədi həyat ədəbiyyatımızda da, dramaturgiyamızda da, o dirilik suyu, verilik suyu falan. Bunlar hamısı Allaha məxsus şeylərdir. Yoğruldu bütün varlığı müflisle hünerden, şimşek gibi geçtikçe karanlık gecelerden, her kelmeni, her şeirini bir top gibi astın, gaflet yukusundan,
bizi vaktinde oyattın. Hoş geldin azizim, gelişinden ana yurdu, dünya evine bir yeni söz meclisi kurdu. Keçdikçe nesiller o senin söz çemeninden, eller, obalar ders alacaktır hele senden. Ölmez bu güzel aleme idrakla gelenler, mana evinin sırrını vicdanla bilenler. Aydan mı, güneşten mi yarandın, de nedensen, halkın gözü de, kalbi de, vicdanı da sensen. Sözün yerli var, yersizi var. Deyir, söz dedim, deyir, yersiz söz danışdım. Mənalı söz danışdım. Məna kəsb edən. O Füzuli demişkən, Məhəmməd Füzuli demişkən, söz qızla bərabərdir. Danışan adam, əgər ağzını açıb bir kəlmə danışmamsansa, səni qızla bənzədirlər. Ağzını açıb bir kəlmə danışırsan, o mənada ki, o məna kəsb etmir söz, onda sözün qiyməti düşür. Dünyada idarə olunmayan heç də yoxdur. Həşəratlardan tutduğu günəş sisteminə qədər hər şey idarə olunur. Hər şeyin mizanı, tərəzi, ölçüsü, bitisi var. Hamısı da sözlə idarə olunur. Bəzən biz elə bilirik ki, həşəratlar danışa bilmirlər. Xeyr, tarixdən də bizə bəllidir, Süleyman Peyğəmbər neçə heyvanlardır. Bəli, hamısının ünsiyyət vasitəsi var. İndi elm inkişaf elədici nasıl? Hər kəsin sözü var, danışığı var, nitqi var, ünsiyyət vasitəsi var. Sadəcə olaraq bizim qəbul eləyə bilməməcimizdən asılı olmayaraq. Və bu mənada deyir ki, Allah Teala insan yarattı və bu insanı idarəçilik sistemin verdi və ona heyran oldu. Ona görə öz əlamətin verdi, insanı öz yer kürəsinin, canlı məxluqatın əşrafı elan elədi və ondan sonra qələmi sındırdı. Dedi, mən insandan tamam kəmal heç bir şey yaratmayacağım. Bəlkə də insanla Allahın arasında olan bir fəzada bir nöqtə var, yəni ortaq bir nöqtə var. Bax, həmin o ortalıqdadır söz. Yəni, söz rabitədir, yəni rabitə vasitəsidir. Allahla insanın rabitəsidir söz, düzdürmü? Biz tutaraq fərd olaraq bir-birimizlə tərəf müqabilə və indi bu anlarda biz sizlə müsahibik, danışırıq. Yəni bizim ifadə formamız, silahımız bu anlarda sözdür, düzdürmü? Yəni bax bu söz burada boşuna deyilmir. Bu söz nə deyiriksə, həm kameranın yaddaşına yazılır və onun texniki tərəfi. Amma efirə də yazılır və Allahın da dərgahında yazılır bizim dediyimiz sözlər. Yəni söz boşuna deyilmir, ona görə söz müqəddəsdir və Əlahəzrət sözdür. Məmməd əmi Məmməd Aslan sözə, Məmməd əmi bizim ustadımızdır, yəni onun böyük haqqı var bizim üstümüzdə. Məmməd əmi sözə Əlahəzrət deyirsə, o sözün qiymətini məndən şəxsən 1000 dəfələrlə gözəl dərk edən və bilən ustadlarımızdan biridir, ağsaqqallarımızdan biridir. Əgər o sözə Əlahəzrət deyirsə, söz indi təsəvvür edən ki, mənim üstümdədir. Söz vermək kişilik xüsusiyyətidir. Bu, sözə verilən dəyərlə yanaşı, həm də insanın xarakterini göstərən bir cəhətdir. Doğrudan da danışdığı sözdən insanın kimliyini bilmək olar. Ona görə də danışdığımız sözün nəticəsini əvvəlcədən görməliyik. Hər zamanda belə deyirlər, o sözün ağasıdır, o sözünün sahibidir. Bu nə deməkdir? Bəzən söz xarakteri müəyyən eləyib. Söz o kişiyə hörməti sağlayıb, o kişiyə sayğını sağlayıb. Çünki həmişə baxıblar ki, sözünün sahibi adamdır. Mən də o fikirdəyəm ki, mənim atamın bir sözü vardı, dədə sözündən götürülüb əlbəttə. Deyirdi ki, qızım, söz ağzından çıxana qədər sən sözün ağasısan, sahibisən. Söz çıxdısa, onun qulu olursan. Ona görə mən çalışıram ki, yəni, yapa bilməyəcəyim, edə bilməyəcəyim bir işə söz vermir. Çünki özümü sonra çox pis eləyirəm. Bu bir vicdan məsələsidir. Bütün dünya bir-birinə neylə ünsiyyət qurur? Söz vasitəsilə. Dəxli yoxdur, hərənin dilində söhbət sözdən gedir də. İngilisin də dili sözdür, fransuzun da, yaponun da, bizim hamımız sözdür falan. Ayə,
bütün bəşəriyyəti idarə edən ünsiyyət vasitəsi olan sözü görürsənmi? Görmürük ki. Biz idarə edəni görürük bu dəqiqə. Bu qədər elm, texnik inkişaf edir. Bir Allah bizim sözümüzdədir. Allah'ı görməyə nə ehtiyac var? Bir taleyin oyununda cütlənmiş zərik 100 il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik. Dünya sənin, dünya mənim. Dünya heç kimin. Təcrübə göstərir ki, bəzən eyni söz ayrı-ayrı şəxslər tərəfindən müxtəlif cür qəbul edilir. Sözün təsiri insanın reaksiyasından, onun təəssüratının həmin söz altında nə dərəcədə və hansı istiqamətdə dəyişməsindən asılı olur. Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur. Məsələ göstərir ki, sözü başa düşmək üçün onu qəbul edən, ən aşağısı söhbət gedən obyekt və ya mövzu haqqında müəyyən bilgiyə malik olmalıdır. Əks halda deyilən söz onun üçün tam təsirsiz olacaq və ya heç bir əhəmiyyət kəsb eləməyəcək. Dahi Nizami deyib ki, sözdən xəbərsiz qalır könüldən xəbərsizlər, sözün yozumu sözdən daha şux, daha dilbər. Ümumiyyətlə, sözün düzgün başa düşülməməsi bu gün də problem olaraq qalır. İnsan sözü başa düşülməyəndə özünü çox pis hiss edir. Ona görə də adam söhbəti alınmayan, deyilən sözü, fikri dərk etməyən şəxsdən həmişə uzaq olmağa çalışır. Dünyada iki şəxs heç vaxt dost ola bilməz. Biri qanan, biri qanmaz deyən babalarımız qeyd edir ki, dünyada ən zor iş anlamaza söz anlatmaqdır. Anlayana bircə milçək də sazdır, anlamayandan zurna qaval da azdır. Müdriklər hətta arzu edirlər ki, kaş adamın düşməni də başa düşən olsun. Ağıllı düşmən nadan dostdan yaxşıdır. Başa düşənə can qurban deyən ariflər xahiş edir ki, başa düş, başımı yar. Ümumiyyətlə, söz elə bir qiymətli xəzinədir ki, hər insanda yoxdur. Söz sadəcə söz deyil, söz özündə dərin məna daşıyan, bəlkə də fəlsəfi bir məfhumdur. Bir söz bəzən bir kitabdır. Elə də olur ki, bir kitab elə özü bir sözdür. Ona görə də sözlərimizi elə deyək ki, qəlblər qırmayaq və ən əsası sözlərimizə sahib çıxaq. Yaxşı sözün gərək qədrini bilək, onu diqqət ilə, maraq ilə dinləyək. Çünki bəşəriyyətin təməlidir söz, dünyanın özüdür, əzəlidir söz. Çox təəssüflə deyim ki, bəzən verdiyin sözü tuta bilmədiyin anlar olur və amma çox istəyirsən o işi görəsən, çox istəyirsən verdiyin sözün arxasında durasan. Mən həmişə çalışmışam ki, sözü bütöv olum və söz verdimsə, mənə nəyə mali olacağını heç düşünməmişəm. Mənə zərər verə bilər bəlkə o, aləmə zərər verə bilər, amma o yerdəki artıq o söz mənim ağzımdan çıxıb mən onun arxasında durmağa çalışmışam və evladlarımı da bu gündə tərbiyə etmək istəmişəm. Mən bunu dəfələrlə Avropa görüşlərimdə, orada Avropa filosoflara deyirəm, açın da bunu nədir? 18 min aləm sözü var bizim kəlamımızda. 18 min aləmə mən gərdi işinə gəlmişəm, o səbəbdən haqq ilə sirdar edim. Nədir bu? Buyursunlar, açsınlar, desinlər də sən bu möhtəşəm 700 il, 1000 il tarixi olan söz mədəniyyətindir, söz fəlsəfəndir, bəşəriyyətin söz analizidir, söz düsturudur ki, bunun açması sənə məxsusdur. Dünya 6000 floradan, 6000 faunadan, 6000 də canlı məxluqatdan ibarətdir. 3 yüksələdə 18. Elə deyil. Və sənin babaların da buna gör, sözlə necə poetik rəng veriblər. Gör, necə fəlsəfi anlam veriblər. 18 min aləmə mən gərdi işidən gəlmişəm, onun səbəbdən haqq ilə sirdar edim. Primitiv bir misal çəkim də sizə. Məsəl üçün, antik ədəbiyyat, biz belə yazılı ədəbiyyat olaraq, məsəl üçün, daş kitabələri zadı filan qoyuruq bir tərəfə, yəni yazılı ədəbiyyat olaraq biz antik ədəbiyyatdan başlayırıq. Homerdən, məsəl üçün, Yunan dramaturgiyasından, Roma ədəbiyyatından, biz ondan başlayırıq bədii sözü, ədəbi sözü, düzdürmü? Bax, əgər, məsəl üçün, mən elə düşünürəm ki, tutaq ki, Homerin İlyadası, Odisseyası olmasaydı, bu günləri ədəbiyyata yanaşma biraz fərqli olardı. Həmin o mistik, mifoloji ədəbiyyat bu gün ya o vaxtı, o dövrlərdə öz dövrünə görə
yaranmasaydı bu günləri söz bugünkü dəyərində, bədii ədəbiyyat bugünkü dəyərində olmazdı. Yenə o bağ olaydı. Yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham yazaydım səhər axşam. Hər bir anda, istər bazarda olsun, istər məclisdə olsun, istər toyda olsun, nişanda olsun, atılan sözü yada düşür. Atılan sözü 1000 illər bundan qabaq süzülüb, təmizlənib, şəffaflanıb, o yerdən çıxan material kimi, bahalı material kimi cilalanıb, gəlib bizə çatıb. Amma o atılan sözlərindən heç istifadə edilmir. İstifadə edirlər ha. Amma cavanların heç biri bəlkə də atılan sözlərinin bir sözünü deyə bilməz. Amma o atılan sözlər bizim üçün o sistemdir. O bizim üçün konstitusiyadır. Atılan sözlərə qulaq asarsan, oxuyarsan və hərəkətin var həyatda ya, ola bilər ki, hansı pis hərəkət olar, onun qarşısını alar. O da sözdür. Atalar sözü. Yəni söz var, savaşı saxlayar, söz var, başı kəstirər. Məsələn, diplomatiya. Bugün çox, məsələn, siyasətdə diplomatiya bir elm olaraq çox böyük inkişaf edir. Yəni, bütün dünyanı diplomatlar idarə edir. Diplomatlar idarə edir. Məsələn, həmin o diplomatlar hər hansısa bir mənsub olduğu, təmsil etdiyi ölkənin söz sahibləridir. Tutaq ki, Azərbaycan diplomatı gedir erməni diplomatı ilə görüşür və Azərbaycan xalqının bütövlükdə Azərbaycan siyasi təbəqəsinin fikrini erməni diplomatına izhar edir, bəyan edir. Düzdürmü? Yəni, bu adam söz savaşına çıxıb orada. Bunun başqa silahı yoxdur. Son məqamda hansı diplomat güclü olacaqsa, nöqtəni o qoyub otaqdan çıxacaq bayra. Mən sizə bütün məsuliyyətlə deyirəm. İstəyirsiniz dünyanın bütün dillərinə tərcümə eləyib, mənim adımla bəyanət verin. Söz Allahla bəndə arasında ilk dəfə bizə məxsusdur, biz yaratmışıq və biz bunu sözümüzlə, Azərbaycan xalqı bütün tarixin sözü ilə yazıb. Folklorca, ozan aşıq mədəniyyətimizdə, etnoqrafiyamızda, qəzəliyyatımızda, şeiriyyatımızda hamısı var. Yeganə xalqdır ki, öz tarixin sözü ilə yazıb qoyub. Bu dastanlarımız, eşitsin gedib aralara çıxırsan. Və həm də Azərbaycan xalqı sözlə öz gözəl təbiət təsvirlərini çəkib, öz obrazın, xarakterini yazıb. Başına mən dönüm, ay gözəl pəri, adətdir, dərərlər yaz mənmişəm. Ağ nazik əlindən bir dəstə bağla, tərsindən altından düz bənir, tərbuxaq altından düz bənmişəm. Gəl, gözəl vəhdətlə, insanla, gözəlliklə, xanımla təbiətin gülünün, çiçəyinin obrazını yaradım sənəcək. Götür şəklini çək. Çox önəmli məsələlər var ki, vətənpərvərliklə bağlıdır. Çox istəyirlər ki, millətə, vətənə xidmət eləsin. İlk öncə gərək onda sözə dəyər versinlər, söz sahiblərini dinləsinlər. Bu da kim olub? Onu sağlayar ki, gənclərimiz bilgili olar, bilikli olar, savadlı olar. Bunların, bilirsiniz, hər sözün arxasında fakt durmayanda, savadda söykənməyəndə, biliyə söykənməyəndə o söz ucuz olur, o söz mənasız olur. Mən istəyirəm gənclərimiz boş sözlər danışmasınlar, içi dolu sözlər danışsınlar. Beləliklə verilişimizin sonuna gəlib çatdıq. Özümüzə və sözümüzə sahib olan, gələn verilişimizi izləməyi unutmayın.